Dostlar, bir daha hər vaxtınız xeyir olsun. Bu da növbəti tələbəm. Mənim öz bibim qızının oğlu. Uzun sürə çətinlikdən sonra demək olar ki, bugün məndən sertifikatı alır. Amma buna çox böyük bir dənə məsləhətim var. Tamamilə mən hələ bundan bir-iki şeylərdə razılaşmıram və arzu edirəm ki, inşallah dayısı oğlu Xəzər kimi bu sənəti davam eləsin və inşallah ki, Xəzər necə mənim yanımda gözəl tələbə, peşə məktəbində necə gözəl tələbə, yəni Xəzər bunu necə yol gedibsə, sən də onu bir balaca qardaşı kimi inşallah onun yolunu gedəsən. Yanımda olduğu sürəcə bəzi şeylərindən narazılığım olsa da, bir neçə şeyindən də razılığım var ki, bilmirəm indi nəyin hesabına, amma bu sənəti bezmədim. Nə qədər üstüvə qışqırdım, nə qədər danladım, indi kamerada müştərilərimiz də görəcək ki, səni burada nə qədər danlamışam. Amma inşallah ki, bu son bir neçə saç kəsimində mənim xoşuma gəldi. Yaxşı idi, yaxşı olduğuna görə bu sertifikatı verirəm. Əgər bunu görməsəydim, hələ bir neçə ay yenə saxlayacaqdım. İnşallah ki, xeyirli olsun, uğurlu olsun. Bunu da bugün sənin ananın ad günüdür. May ayının 12-si mənim bibimin qızı tamamının ad günüdür. Buradan da tamamını təbrik edirəm. Gözün aydın olsun ki, inşallah evladın bir sənət öyrəndi. İnşallah barını görəsən. Anama, atama layıq. Atasını çox zəhmət keç bizim yezinəmiz. Allah sağ eləsin. İnşallah onların adına layıq və bunu da aparıb bu axşam anama deyərsən ki, Pünhan dayımdan bunu hədiyyə aldım. Yaxşı, sənə təbrik edirəm ki, inşallah bunu aldın, yolun açıq olsun.